Aha, birinci, 7. sual, daha doğrusu sayfanın birinci sualı. Misal isimde iki tane misal var arkadaşlar. Nedir? Deməli, bir saniye. Deməli belə. Biz nə deyə bilərik uşaqlar? Deyə bilərik ki, baxın, CYD üçbucağında, FYK üçbucağında 2, 4 2 dəfə böyüdür. Deməli 8 olunca Y nə olacaq uşaqlar? 2 dəfə kiçik olunca, 2 dəfə kiçik olunca Y olacaq 4. Hı hı. Şimdi Y oldu 4. Şimdi böyük bucaqda isə necə eləyə bilərik? X-in 8-ə bərabərdir uşaqlar. 5-in nəyə? 4-ə. Tamam mı? 4'e giden de olur 2. X de neye beraberdir? 5'i 2'ye vuran da 10. 10 bu da 4. Neyle de 14. Anlaşıldı mı benim balalarım? Salih başladınız mı? Burası misal içinde iki tane misal olduğu için böyle bir durum oldu. Sağdaki sualı həll eləyim mən. Salih 7'ni başladın mı? Ay Salih, Kamil başladınız mı? Bəli, müəllim, bəli. Aha. 18'in x-a nisbəti mənim balalarım. Burada şey var. Ağırlıq mərkəzi var. Ağırlıq mərkəzi nə idi? Medianların kesişmə nöqtəsi. Yani A'dan bir dənə çəkəndə C'ye bu şəkildə birin 2'ye nisbət olacaq. Yəni nə deməkdir bu uşaqlar? Medianlar keçəndə 2'ye 1 nisbətində bölünür daxı. İndi uşaqlar 2 1-dirsə, 18-dirsə bura nə olur? 9 olur. 2 1-dirsə deməli 10 nə olur uşaqlar? Bura 20 olur. 29 elədi 29. Var sualınız uşaqlar? Keçirəm növbəti suallara. Zeynep başladın mı? Bəli, müəllim, başa düşdüm. Ne güzel İstanbul. Aha, geldik. Ne deyir? AD DB'ye bərabər. Bu sredni liniyadır uşaqlar. Orta xəttir. Orta xətt nədir? Həm ortadan, həm də ki 2'nin biri olacaq. Yəni 12 olacaq. Orta xətt paralel olub oturacağın yarısına bərabər idi. Tamam mı? Şimdi geldik 11-ci suala. 11-ci sualda nə deyir? DF paralelliyi var burada. C'den keçir mediandır. Tamam mı? İndi baxaq görək nedir? AB 18'dir. Tamam mı? Burası 18'dir. AK da nedir? 12'dir. Aha. DF buraya yakın Y nöqtəsidir. Biraz zəifliyi var. Aha. İndi ay uşaqlar bu C'də olduğuna görə yəni D-yə BC-yə paralel olduğuna görə bu necə bölünəcəkdir? Yadınızdadsa belə bir şey var idi. 3, 1, 2 var idi. Tabii ki burada 18 olduğuna göre yarı yarıya bölündüğüne göre 9'un 9'u olacak. Çünkü orta xətt olduğuna göre yarıdan bölür axı. Tamam mı? Şimdi bize ne istiyor? DB'nin, DB hanı 9'un üstüne gəlirəm FC'ni. FC də nə olur uşaqlar? 3, 1, 2 olduğuna görəm, AB 18 olduğuna görəm, AK da 12 olduğuna görəm. Elə bir ki biz buna 3A, 1A, 2A desək, 4, 6A bərabərdir 12'yə. A da nəyə bərabərdir? 2'yə. Bizdən də haranı istəyir? FC'ni istəyir. FC ilə A da o nə olur? 2 olur. 9'un ise 2 gələndə nə elədi? 11 elədi. Görün uşaqlar, haranı başa düşmədiyseniz deyin lütfen. Hı. Bunu zaten paylaşacağım bir şey YouTube'da. Oradan isteyenler tekrar kimi bakabilirler. Hı. Ee, Geldik buraya. Bizden D'yeni isteyecek. Tamam. Çarpaz olduğu için 6 ise 6 olur. Tamam mı? İndi arkadaşlar bizden D'yeni isteyecek. Tamam. 16 8. Bir Salih'e dedim. 2 dəfə kiçik. Tamam. Onda bu da 2 dəfə kiçik olanda bura olacaq 3. Bu da çarpaz bucaqlar olduğuna görə, bərabər yanlı olduğuna görə 3-dürsə burada 3 olur. 6 üstə də 3 gələndə nə eləyir? 9 eləyir.
Lütfen kim 9-cu sualda nəyi başa düşmədsə xahiş edirəm, desin izah edeyim. Davam edirik. 12-cinin sualı bayaq düsturunu demişdik. Necə idi ay Zeynəb? Eləsən sual vermişdin. 1 bölü x bərabərdir 1 bölü 8. Üstə gəlinsin nəyə? 1 bölünsün nəyə? 24 hə. Burada orta məxrəc olanda nə olur? 24 olur. 24-ü 8-ə böləndə 3 eləyir. 24-ü 24-ə 1, 3 isə 1 gələndə 4 eləyir. 4 ilə də 24 gedəndə nə eləyir? 6-da 1 eləyir. X da nəyə bərabərdir uşaqlar? 6-ya, yəni C bölündə. Başa düşdük. Lap yaxşı. Yəni bunu